Hər şey Biz Nəyi Bilirik filmini izlədiyimiz zaman başladı. Biz Ralph Lightman'ın rəhbərliyində olan Beynəlxalq Kabala Akademiyası, müasir elmin Kabalanın yaradılış baxışına nə qədər yaxın olduğunu görüb təəccübləndik. Görkəmli alimlər, kvant fizikası üzrə mütəxəssislər materiyanın dərinliklərini aşkar edirlər, hansıları ki, kabalistlər 3000 ildən çox əvvəl təsvirləmişdilər. Və biz qərara gəldik ki, onlarla görüşək. Beləliklə, 2005-ci ilin martında biz San Fransiskoya uçduq. Bu görüşdən nə gözləyirdik? Biz istəyirdik ki, bizi eşitsinlər. Zal əsasən gənclərdən, tələbələrdən və müəllimlərdən ibarət idi. Onlar sevdikləri alimləri görməyə gəlmişdilər. Film Avropa, Kanada, Avstriya, Cənubi Amerika və Yaponiyada çox məşhurdur. Vaxta qədər film kinoteatrlarda 10 milyon dollar gəlir gətirmişdi. Cəmi bir ay ərzində 420 min DVD satılmışdı. Hər şey elmi konferans kimi başlamışdı. Alimlər çıxış eləyir, həyatlarını həsr etdikləri elm haqqında danışırdılar və onları ulduza çevirən film barədə fikir bildirirdilər. Başa düşdüyüm qədər zalda olanların əksəriyyəti artıq filmi izləmişdir. Ona görə də onları yenidən hadisələrin gedişi ilə tanış etməyə ehtiyac yoxdur. Ekzotik fizikada mövcud olan elektromaqnit simmetriyasından daha yüksək dərəcəli elektromaqnit simmetriyası təsvir edilir. Su adlanan bu modeldə elektromaqnit monopollarının harmonik şəkildə birgə mövcudluğu mümkündür. Bizim növbəti çıxışçımız Dr. Wolf. Və Dr. Wolf tribunaya doğru irəlilədi. Heç kim bundan sonra baş verəcəkləri təsəvvür eləmirdi. O, öz elmi haqqında danışmağa başlamadı. Mən həqiqətən sizə indi nə deyəcəyimi bilmirəm. Siz bilirsiniz ki, mən fizikanı öyrənirəm və bu metodologiya barədə müəyyən biliklərim var. Lakin Kabalanın elm olması fikri heç vaxt ağlıma gəlməzdi. Mənim üçün sizin nə ilə məşğul olduğunuz vacib deyil. Bu düşüncə, bu baxış tərzi hər şeyi daha yaxşı edə bilər. Mənim üçün sizin hansı millətdən olduğunuz da vacib deyil. Ərəb və ya Yahudi, siz hansı dinə mənsubsunuz? Bu da əhəmiyyət kəsb etmir. Kabala içimizdə nəyisə dəyişdirən bir şeyə malikdir. Baş verənləri anlamaq üçün bir gün əvvələ qayıtmalı. Rav ilə Dr. Wolf'un şəxsi söhbətinə. Təəssüf ki, biz çəkilişə əvvəldən başlamamışdıq. Lakin Wolf'un sualı belə idi. Dünyadakı sonsuz münaqişələri necə dayandırmaq olar? Ruh 3 xəttdən ibarətdir. Orta, sol və sağ. Dünyadakı bütün münaqişələr orta xətt üzərində nəzarət uğrundadır. Bizim səviyyəmizdə münaqişələri həll etməyə çalışmaq mənasızdır. Biz orta xətt boyunca yüksəlməliyik. 3 sonuncu xətt orta xəttdən daha uzundur. Onlar 10 sferotdan ibarətdir. Orta xətt daha qısadır. Onun sonu digər iki xəttin aşağı 1/3 hissəsinin başlanğıcında yerləşir. Sol və sağ xəttlər orta xəttlə birləşir və ona öz aşağı 1/3 hissələrini əlavə edirlər. Məhz bu, bütün münaqişələrin, müharibələrin, əzabların dünyada mövcud olmasının səbəbidir. Biz bu aşağı 1/3 hissədən ayrılmalı, bizə aid olan hissəyə, yəni bəxş etmə xüsusiyyətinə yüksəlməliyik. Bunu yalnız ali nurun köməyi ilə həyata keçirə bilərik. Kabalanın nuru. Bu nur bizim ruhlarımızı əhatə edir. O, bəxş etmə qablarını gücləndirir. Onlara bu aşağı 1/3 hissəni dəf etməyə kömək edir. Əgər biz özümüzdə bu dəyişikliyi edə bilsək, eyni dəyişiklik bütün bəşəriyyətdə də baş verəcək. Yer üzündə yaşayan milyardlarla insanda. Bugün mən sənə Zohar kitabına ön sözü verəcəm. Onun 60-cı bəndindən başlayaraq məhz bu proses təsvir edilir. Orada yazılıb ki, biz bütün dünyayı dəyişə bilərik. Daxili transformasiya vasitəsilə. Çünki hər bir insanın içində kiçik bir dünya var. İnsanlar Kabalanı öyrənəndə, o onları tamamilə cəzb edir. Çünki dünyada baş verənlərə dair bəzi həqiqətlər qəfildən aydın olur. Əvvəlkindən daha aydın. Və gözlənmədən sən görməyə başlarsan ki, hansı sahədə işləməndən asılı olmayaraq, əvvəllər dünyadan ən vacib hesab etdiyin şeylər tədricən öz əhəmiyyətini itirir. Və sən
baş verənlərin daha ümumi mənzərəsini görməyə başlayarsan. Kabala sənin düşüncə tərzini bütün maneələrdən azad etməyə kömək edir. Bizi yalnız müəyyən bir şəkildə düşünməyə məcbur edən məhdudiyyətlərdən. Əgər mənim sözlərim səni oyadırsa, deməli, sən bunu artıq bilirsən. Əgər yox, o zaman sənə daha dərindən yatmağı tövsiyə edirəm. Həmin gün biz razılaşdıq ki, ertəsi gün qapalı qapılar arxasında görüşəcəyik. San Fransisko boyunca gedirdik, bugünü müzakirə edirdik və sabaha hazırlaşırdıq. Biz Kabalanın təsirini öz üzərimizdə hiss eləmişik, çünki ertəsi gün insan elə bil eyni sualları verir, lakin tamamilə başqa bir dərinlikdə. Lakin bu suallar artıq ağıldan deyil, qəlbdən gəlir. İnsan Ravın danışdığı o orta xətti axtarmağa başlayır. Öz içindəki orta xətti. Və bu heç də asan deyil. Məhz belə də oldu. Amerikalı yazıcı Barry söhbəti sakit və ardıcıl şəkildə başlamağa çalışdı. Lakin Dr. Wolf öz xarakterini Mən sizi göstərdi. dayandırmaq və söhbəti də özüm başlamaq istəyirəm. Sizin birbaşa təcrübəniz var. 6-cı və daha yüksək hissiyat orqanları ilə. Mən istəyirəm ki, siz bu təcrübəni təsvir edəsiniz. Siz bunu bəyan etdiniz və mən bunu sizdən öyrənmək istəyirəm. Əks halda eşitdiyim hər şey mənim üçün boş sözlərdən ibarət olacaq. Yox, yox. O bu barədə danışmaq istəmir. Sizdə bu his yoxdur. Siz bunu hardan bilirsiniz? Siz belə bir iddia irəli sürə bilməzsiniz və sonra da gözləyə bilməzsiniz ki, mən bunu sadəcə qəbul edim. Çünki bunu Kabala deyir və mən bunu etməliyəm. Bu mənim üçün boş sözlərdir. Əgər siz mənə danışmağa imkan versəniz, mən danışaram. Kabala elmi deyir ki, bütün reallıq almaq istəyindən ibarətdir və bu istəyin dolmasıdır. Bu istək birbaşa işığın yayılması ilə yaradılır. Bu altruizm, bəxş etmə sevgidir. Biz bunu yaradan adlandırırıq. O, Kli adlanan bir şey yaratdı, yaxud həzz alma istəyini. Bu istək nurda mövcud olan hər şeydən dəqiq şəkildə həzz almaq istəyir. Rav nurun 4 yayılma mərhələsini təsvir eləyirdi. Yaradandan yaradılışa qədər. Əgər yaradılış alırsa, bu yaradanı sevindirir. Əgər almırsa, o zaman yaradan da həzz almır. Alimlərin şərəfinə demək lazımdır ki, onlar dinləyirdilər, qeydlər aparırdılar, anlamağa çalışırdılar. Məhz bu, onların həqiqi, böyük alimlər olduğunu göstərirdi və yenidən Dr. Wolf sual verdi. Siz bunu mükəmməl izah etdiniz. Amma mən bunu daha yaxşı başa düşmək istəyirəm, əgər mümkündürsə. Doğru başa düşmədiyimi aydınlaşdırmaq istəyirəm. Birinci, yaradan mövcuddur. Bu bəxş etmək istəyir, elə deyilmi? Bəli, Deməli, o bunu bir kuklaya verir. bəli. O kuklaya bəxş edir, bu qolemdir. O qolemə bəxş edir. Davam edək. İkinci və üçüncü mərhələlər arasında nə baş verir? İkinci mərhələdə o, yaradanı hiss etməyə başlayır. Onun xüsusiyyətlərini. Yəni, ikinci mərhələdə qolem canlanır, orada nə baş verir? Hamı müzakirəyə qoşuldu. Bunun üçün nur bir həddi aşmalıdır. Dr. William Tiller. Spontan şəkildə şuurun yaranması üçün. İşığın daxil olması və çıxması elə bir təsir yaradır. Li daxilində elə vibrasiyalar əmələ gətirir ki, bu şuurun formalaşmasına səbəb olur. Dr. Jeffrey Satinovel. Məlum oldu ki, bu onun Kabala ilə ilk tanışlığı deyildi. Ramxal yaradılışın determinist və qeyri-determinist tərkibindən bəhs edir. Həmçinin bu dünyada yeri olmayan insanlar haqqında. Mən onu Dari Haşem, Yaradanın Yolu kitabında sitat gətirirəm. Ramxal ən böyük kabalistlərdən biri idi. Ramxal Kabalanı tədris edirdi. Onu şəhərdən qovdular. Onu dindən uzaqlaşdırdılar. Derek Haşem, Yaradanın yolu, bu 10 sfirotun yoludur. Bütün ruhani pilləkan 10 pilləyə bölünür. Və bu pilləkənin ən aşağı ilk pilləsi bizim dünyamızdan yuxarıda yerləşir. Həmin gün San Fransisko üzərindən tayfun keçdi. Biz isə bunu heç hiss eləmədik. Elə bilirdik ki, biz ortaq dil tapmışıq.
Lakin bizi hələ çoxlu sınaqlar gözləyirdi. Biz yenidən mühazirəyə qaydırıq. Əgər ürək almaq istəyidirsə, o zaman ürəkdə oyanan nöqtə Yaradanın hissidir. Və insan bu oyanmış nöqtə vasitəsilə istəyin sərhədlərindən kənarda olanları arzulamağa başlayır. Belə insanlar dünyada azdır, lakin onların sayı hər il artır. Onlar bu nöqtəni reallaşdırmaq istəyirlər. Nəticədə bütün bəşəriyyət, milyardlarla insanın hər biri bu nöqtənin inkişaf yolunu tam keçməli və Yaradanın səviyyəsinə çatmalıdır. Və burada Rav birdən-birə hamını sarsıdan bir mövzuya toxundu. Yaradan xeyirxah olduğu üçün o yaradılışı yalnız bir məqsədlə yaratdı. Onu yaxşılığa gətirmək. Bəlkə də yaradan ağıl deyil, bəlkə də o sadə lövdür. Axı o hər şeyin yaranışına səbəb oldu. Və bu yalnız problemlər gətirdi. Yaradana bənzəmək istəyindən biz bir-birimizi öldürməyə başladıq. We start killing each other. מתוך רצוננו להיות כמו הבורא, אנחנו מתחילים... Yaradana bənzəmək istəyindən biz Hitleri yaratdıq. אנחנו מתוך רצוננו יצרנו את היטלר. It all Bütün bunlar sevginin və arzuların nəticəsidir. Burada heç bir şər yoxdur. Hitler də cani deyil. O sadəcə öz tanrısını, öz istəyini sevirdi. Və onlar layiq olmayanları öldürürdülər, elə deyilmi? kill these other people because they're not. Bəs bu necə yaradan ola bilər? O yəqin ki, ağıllı deyil. O yəqin sadə lövdür. Rav lövhənin yanına keçdi və izahatını davam elədi. Bizim ümumi ruhumuz adam adlanır. Bu, Yaradanın yaratdığı qabdır, dili. Bu, bizim almaq istəyimizdir və bu ali nurla doludur. Və bu adam adlanan varlığın daxilində bütün hissələr biri-biri ilə bağlıdır, sanki vahid bir orqanizmdir. Mükəmməl və harmonik şəkildə. Və bu ruh parçalandı və Maxsomdan aşağı adlanan vəziyyətə düşdü. Məhz Maxsomun sərhədində bütün ruhani hissiyat sona çatdı. Maxsomdan aşağıda isə eyni hissələr var. Lakin artıq onlar ayrılıq hissindədirlər. Bəs niyə bu düşüş baş verdi və sonra yüksəliş lazımdır? Bu vəziyyətdə biz bir-birimizə nə qədər nifrət etdiyimizi anlaya bilək deyə. Bu, parçalanma qüvvəsidir, hər kəsin egosudur və beləliklə biz başa düşəcəyik ki, bizim arzularımızda yenidən birlik vəziyyətinə qalxmağımızın lazımdır. Geriyə baxanda baş verənlər bizi heyrətləndirirdi. Axı elə anlar olurdu ki, biz düşünürdük, buradan getməyin vaxtıdır. Bir-birimizi tam anlamama hissi. Məhz görüşlərimizdən birində bu hadisə baş vermişdi. Siz Kabalaya yeganə həqiqət kimi baxırsınız. Və bu başqa bir şey deyil. Sadəcə bir ehkamdır, açıq olun. Qəbul edin ki, başqa effektiv modellər də mövcuddur. Mənim yanıma hər dinə məhsub insanlar öyrənməyə gəlirlər. Burada heç bir məhdudiyyət yoxdur. Hər kəs öyrənməyə başlaya bilər və bunun onun daxilində necə işlədiyini hiss edə bilər. Siz başqa bir şeydən danışırsınız. Burada tamam başqa bir məna nəzərdə tutulur. Tamamilə başqa bir şey. Fizikada bizdə Newton mexanikası var idi. Bu bir möcüzə idi. O hər şeyi izah edirdi. Hamı onun həqiqət olduğuna inanırdı. Sonra kvant fizikası ortaya çıxdı. İnsanlar yeniliyi qəbul etmir. İnsanlar hər yeni olanı düşmən kimi qarşılayırlar. Biz bunu eşitmək istəmirik və bu onun səhv olmasına görə deyil. Mən bir modelin müəllifiyəm və mənə elə gəlir ki, bu model bir çox hadisələri izah edir. Mən bilirəm ki, onun həqiqiliyini sübut etməmişəm. Mən bilirəm ki, bu hələ tamamlanmamış bir nəzəriyyədir. Və onu sübut etmək üçün uzun zaman lazım olacaq. Niyə? Çünki siz reallığı aşağıdan yuxarıya doğru dərk edirsiniz. O bunu necə iddia edə bilər? Bu həyasızlıqdır. Və yenə də bütün bunlara baxmayaraq, alimlər qalır, dinləyir, qeydlər aparırdılar. Çünki alim olaraq onlar bilirdilər ki, yalnız bu yolla həqiqətə çatmaq mümkündür. Yenidən mühazirəyə qaydırıq. İstək, sevgi, hikmət mənim vasitəmlə dünyaya gəlir və bu, Yaradanı sevindirir.
Mən qorxuram ki, bu belə deyil. Почему? Niyə? Çünki ali ışığın daşıyıcısı olmaq üçün biz ışığın xüsusiyyətlərinə sahib olmalıyıq. Çünki birləşmə yalnız xüsusiyyətlərinə oxşarlığı vasitəsilə mümkündür. Əgər sən öz istəyini götürürsən, birinci növbədə bunu müəyyənləşdirmək lazımdır. Bu nədir? Bu sadəcə bir niyyət və ya xüsusiyyət deyil, bu istəkdir. Sən gələn həzzə belə münasibət bəsləyə bilərsən. Burada göstərildiyi kimi. Əgər sən bunu hətta 1% edə bilsən, sən yaradanı hiss edəcəksən. Bax belə, mühazirələr bir-birini əvəz eləyirdi. Bizim təkcə mühazirələrdən 10 saatlıq çəkilişimiz var. Hansı ki, orada Rav bütün kabala elmini izah eləyirdi. Biz şəhəri demək olar ki, görmədik. Yalnız otelə gedib gələrkən avtomobilin pəncərələrindən. Deyirlər ki, şəhər gözəldir. Yenidən mühazirəyə qayıdırıq. Bizdə hərflər var. Məsələn, alif, bet, gimil, sonra yenə alif. Bu mətnlərdə sözlər yoxdur. Burada nöqtələr var. Və hərflərin sayı 26, 4 və ya 3, 10, 6 ola bilər. Onlar birlikdə bizə bir formula verir. Və biz bu formula əsasında öz istəyimiz daxilində hərəkətlər etməliyik. Beləliklə, insan hərəkət etməyi öyrənir. Yaradana həzz vermək üçün. Bax, biz bunu Tanrı adlandırırıq. Bu, değişməz qanundur. Və o, yaradılışın hər bir elementi üzərində işləyir. Məsələn, burada yaradılış var. Və bu, qanun yaradılışa təsir edir. Onu yaradanına bənzətmək üçün. O qədər ki, onlar eyni səviyyəyə gəlirlər. Yaradılış və yaradan tamamilə birləşir. Aralarında heç bir fərq qalmır. Bəs niyə yaradan bunu əvvəlcədən yaratmadı? Çünki yaradılış öz içində yaradana bənzəmək istəyini yaratmalıdır. İndi isə elə hiss olunurdu ki, hər bir söz eşidilir. Lakin bu nöqtəyə çatmaq nə qədər çətin idi və biz yenidən xatırlayırıq. Mən elə bir ruhani sistemə qoşulmuram ki, yalnız onun həqiqəti bildiyini iddia etsin. Heç kim bilmir ki, Tanrı hər şeyi necə yaratdı. Və sən də bilmirsən. Və mənim üçün sənin nə qədər öyrəndiyin önəmli deyil. Sən belə bəyanatlar verə bilməzsən. Bu o qədər egoistcəsinədir ki, bu mənim üçün egoizmin zirvəsidir. Lakin o, bunu elə öyrədir ki, o yeganə yoldur. Lakin bu yol tək ola bilməz. O mənim iddiamı təkzib etdi. Bəli, o bunu belə əsaslandırır ki, o yaradanı tanıyır. O onunla danışır. Mən soruşdum ki, bunu hardan bilir? O dedi ki, şəxsi təcrübələrini müzakirə etməyəcək. Lakin hiss elədim ki, o bilir. Mən isə bilmirəm. Çünki o kabalistdir, mən isə yox. Lakin sən mənim kiminlə ünsiyyətdə olduğumu bilmirsən. Artıq burada bir şey etmək mümkün deyil. Bizim dünyamızda elə bir hadisə yoxdur ki, o absolut dünyasından gəlməsin. Qüvvələr, materiya, hərəkətlər, dinamika, zaman, məkan, hər şey. Burada, bu dünyada mövcud olan hər şey. Yalnız budaqlardır. Kökləri isə ali dünyada yerləşir. Bəs mən kiməsə ali dünya haqqında necə danışa bilərəm? Mən bu dünyadan insanların, əşyaların, məkanların, ictimai münasibətlərin adlarını götürürəm, lakin mən onları absolut dünyasında baş verənlərə aid edirəm. Mən bu dünyanın sözlərini istifadə edirəm. Əgər insan yalnız bizim dünyayı bilirsə, onda o hər şeyi bu dünyada aid hesab edir və yaradanı böyük bir insan kimi təsəvvür edir. Lakin anlayan bilir ki, söhbət bizim dünyadan kənar bir şeydən gedir. O, ali səviyyədə mövcud olanı görür. Biz alimlərə baxırıq. Heç vaxt bilmək olmurdu ki, bu an nə vaxt gələcək. Hansı ki, hər şeyi dəyişdirir və sənin keçmiş həyatın sənə irəliləməyə kömək eləməyə başlayır. Biz artıq yaradanın aşkarlanmasına doğru gedirik. Yenidən mühazirəyə qayıdırıq. Lakin necə ola bilər ki, mən davamlı olaraq alım və həzz alım? Məndən kənarda kimsə olmalıdır və mən yalnız o həzz
alanda həzz alacağam. Həzz sanki məndən ona keçir. Beləliklə, mənim istəyim itməyəcək. O sanki onun içində olur. Eyni ilə ananın övladının həzz alması kimi. O daim ona bəxş etməyi arzulayır. Sən özünü bütöv bir varlığın hissəsi kimi dərk Məhz edirsən. bu, yaradılışın məqsədidir. Bəs niyə parçalanma və sonra yenidən yüksəliş lazımdır? Aşağı səviyyənin fizikası anlaşılsın deyə və sonra maneələri dəf edərək yüksəlib ali fizikanı öyrənmək üçün. Biz artıq geri qayıdarkən Rav bir alim qadından danışdı. Təsəvvür eləyin, onlar 40 il öz elmləri ilə məşğul olub və bu sahədə yüksək zirvələrə çatıb və birdən-birə Kabala gəlib deyir ki, sən yeni bir hissiyat orqanı əldə eləməlisən, özünü yenidən qurmalısan, dəyişməlisən və yalnız bundan sonra yeni, həqiqi dünya açılacaq. Və insan içindən gələn etirazla qışqırır. Mən bunu eşitmək istəmirəm, bacarmıram. Lakin onlar bunu bacardılar. Amma bu nə qədər çətin oldu. Mən düşünürəm ki, mən bəxş edirəm. Mən özümü tamamilə işimə həsr edirəm. Bəlkə də bu cəhənnəmimdir, bilmirəm. Düşünürəm ki, biz hamımız egoistik. Mən Tanrının nə olduğunu bilmirəm, amma onu hiss edirəm. Bəzən onu görürəm, bəzən görmürəm onu. Bu nə deməkdir? Sən deyirsən ki, bilirsən, hiss edirsən. Elə bir şey yoxdur. Sən nəyi nəzərdə tutursan? Əgər sən hiss edirsənsə, deməli onu ölçə bilərsən. Amma o zaman biz nədən danışırıq? Əgər Tanrını görmək olmazsa onu hiss etmək olar. Biz Yaradanın nə olduğunu elmi tədqiqatla araşdırırıq. Talking about a scientific research of what is the creator. Yəni, mən onu hiss edirəm, mən onu ölçürəm. Mən onu hiss etdiyim qablarımda hər hissiyatı ölçür və hesablayıram. Yəni bu Kabala elmi deməkdir. Əlbəttə, məndə bir rəqəm var. Tutaq ki, 0-dan 100%-ə qədər. Mən dəqiq bilirəm ki, hansı nurlar harada yerləşir. Hansı intensivliklə və hansı şəraitdə. Mən masadan neysə götürdükdə, mən bunu ondan aldığım kimi müəyyən edirəm və bunun ona verdiyi həzzi anlayıram və bunun bizim aramızda hansı əlaqəni yarattığını görürəm. Sən bunu hardan bilirsən? Bu, bizim böyük alimlərlə ilk söhbət təcrübəmizdir. Bəlkə də biz nə isə düzgün qiymətləndirmirik. Fərqli düşüncə tərzi var. Amma Rav davam eləyirdi. Kabala üçün mentalitet anlayışı yoxdur. Kabala üçün tamamilə hamı bərabərdir. Yenidən mühazirəyə qayıdırıq. Bu iki səviyyəni necə dərk edirik? Əgər biz həqiqətən ürəyimizin dərinliyində oyanan bu nöqtəni hiss ediriksə, yenidən ruhani hissiyata qayıtmaq istəyiriksə, biz ali dünyadakı vəziyyətimizi dərk etməyə başlarıq. Və bu, Kabala hikməti adlanır. Yəni, biz burada necə mövcud olduğumuzu öyrənirik. Və əslində biz artıq orada mövcuduq, lakin bunu dərk etmirik. Bizim məhdud vəziyyətimizdən çıxıb. Həqiqi vəziyyətimizi dərk etmək və hiss etmək istəyimizlə onu öyrənərək biz orada mövcud olan işığı özümüzə cəlb edirik. Bu nur oradadır. Mən artıq o dünyanın sakiniyəm. Mən artıq oradayım. It's as if we draw Sadəcə bunu dərk etmək. Lakin əgər mən onu dərk etmək, oyanmaq üçün bütün gücümü sərf etsəm, mənim bu istəyim, bu yönəlməm də əlavə qablar yaradır. Və o zaman biz ruhaniyyatı hiss edirik. Bu nə deməkdir? Biz hamımız bir-birimizlə bağlı olduğumuz hiss etməyə başlayırıq. Bir bədən kimi. Və o zaman hər birimiz içində sonsuz nur keçir. Sonsuz və sərhədsiz şəkildə. Deməli, bizim dünyada hiss etdiyimiz bütün problemlər şəriəti geri, həqiqi yoluna qaytarmaq üçün gəlir. Mən hesab edirəm ki, yox. Mən əminəm ki, böyük ehtimalla bu dünyanın aparıcı alimlərin əksəriyyəti tərəfindən qəbul edilməyəcək. Bilirsiniz, mənə alimlər və elmi cəmiyyətin bütövlükdə fikri maraqlı deyil. Mənim üçün vacib olan yeganə şey deməli olduğumu söyləməkdir. Və mən bunu lazım bildiyim şəkildə edəcəyim. Və mənim üçün tamamilə əhəmiyyətsizdir ki, onlar mənim demək istədiyim barədə nə düşünürlər. Mən çoxdan onlara fikir verməyə dayandırmışam. Mənim üçün vacib olan yaşadığımız planetdə həyatın dəyişməsidir.
və mən əminəm ki, yeni düşüncə tərzi lazımdır. Əgər elmi baxımdan mən tamamilə mənasız bir şey danışıramsa, bu mənim vecimə deyil. Çünki elmin nüfuzu artıq çox böyük sual altındadır. Çünki bu dünyaya baxışın yalnız bir yolu, çox məhdud və çox dar bir baxış bucağıdır. Elmi tibbi model geniş şəkildə məlumdur ki, tamamilə mənasız fikirlər ortaya qoyur. Bu ehtimallarla doludur. Nə doğrudur, nə səhvdir. Doğru psixoloji model nədir, nə deyil, biz sadəcə olaraq saysız hesabsız stereotiplərlə doluyuq. Elə bir həddə ki, insanlar elmi alternativ axtarırlar. Və siz bunu çox gözəl bilirsiniz. Aydındır ki, siz nədən danışdığımızı bilirsiniz. Mən sizin yanınızda oturub daim öyrənmək istərdim. Bunun mənim üçün nə qədər faydalı olacağını ifadə edə bilmirəm. Ona görə də heç bir şübhəm yoxdur. Bizim gözümüzün önündə yeni bir reallıq doğulur. İkinci nəfəs kimi. Elmi kabala içində unikal bir fürsət görür. Bir sıçrayış fürsəti. Bu dönüşü nəyin yaratdığını məlum deyil. Ravın saatlarla davam edən mühazirələri mi? Alimlərin şübhələri, müqaviməti, razılığı, yoxsa sadəcə olaraq vaxtı çatmışdı? Həqiqətən Kabalanın söyləyəcəyi çox şey var. Mən görmürəm, eşitmirəm, lakin hiss edirəm ki, bu belədir. Sizin bildikləriniz sadəcə olaraq misilsizdir. Sizin yanınızda öyrənmək mənim üçün bir şərəfdir. Kabalanın öz həqiqi simasında, bəsitləşdirilməmiş şəkildə ortaya çıxmasını yalnız alqışlamaq olar. Bu əsl dəyərdir. Mən insanları öz üzərlərində işləməyi təşviq etmək üçün hər cür əməkdaşlığa hazıram. Mən hesab edirəm ki, gələcək məhz bundadır. Çünki Kabala mənim üçün çox şey ifadə edir. Və bu söhbətdən sonra, hansı ki məni çox təsirləndirdi, əməkdaşlığa razıyam. Mən birgə bir film konsepsiyası yaratmaqda iştirak edə bilərdim. O vaxta qədər ki, hələ özümə güc və səyahət imkanı hiss edirəm. Çəkilişlərdə iştirak edəcəyəm. Belə təsvirlər mövcuddur. Bu sanki divarda bir rəsmdir. Əgər baxışını fokusdan çıxararaq onlara baxsan, sanki təsvirin içinə girir və üç ölçülü bir mənzərə görürsən. Bu rəsmlərə ilk dəfə baxdıqda sadəcə xaotik, bir-birinə kəsişən xətlərdən ibarət təsvir görürsən. Amma sonra bu, sanki yaslı bir holografiya kimi görünür. Ümumiyyətlə, siz nədən söhbət getdiyini bilirsiniz. Kabala elmi sizə və bu təsviri görməyə kömək edir. O heç bir yeni şey gətirmir. Sadəcə olaraq sizin xüsusiyyətlərinizi nizamlayır və dəyişir. Sizin daxilinizdə olan hər şeyi. Belə ki, siz materiyanın dərinliyinə baxmağa başlayırsınız. Thank you very much.